Əhl-i sünnət qardaşlarımızın kitabları olan Buxaridən, Musnəd-i Əhməddən, Sunan-ı Tirmizidən, Sunan-ı İbn Macədən, Tarix-i İbn Kəsirdən bir neçə hədis nəql edəcəm. Ummul Müminin Aişənin dilindən Peyğəmbərin digər xanımı Ummul Müminin Həzrəti Xədicənin barəsində. Ummul Müminin Ayşə deyir ki, Peyğəmbər Xədicəni çox xeyirlə anardı. Həmişə onun haqqında təriflər yağdırardı. Buyurur ki, qurban kəsərkən onun adına qurbanlar kəsərdi və onu tikə-tikə doğradıqdan sonra cəmaata infaq edərdi. Daha sonra buyurur ki, bir gün Xuveylidin qızı, yəni Həzrəti Xədicənin bacısı Halə, bu xanımın adıdır, Peyğəmbərdən icazə istəyir, Peyğəmbərin evinə gəlir, daxil olmaq üçün evə Peyğəmbərdən icazə istəyir. Peyğəmbər Halənin səsini eşidəndə yadına Xədicənin səsi düşür. Xədicə yadına düşdüyünə görə Peyğəmbərin halı qarışır və ixtiyarsız halda Peyğəmbər ah çəkir. Daha sonra Ayşə buyurur ki, mən Peyğəmbərin bu vəziyyətini gördükdə Xədicəyə həsəd elədim və dərhal özümdən asılı olmayaraq bilafasilə dedim ki, nə qədər bu qoca dişləri tökülmüş Qureyşli qadından tərif edəcəksən, nə qədər onu yadında salacaqsan. Neçə müddətdir ki, Xədicə dünyasını dəyişibdir. Allah ondan yaxşıların sənə əta eləyibdir. Bir ayrı rəvayətdə, bir ayrı hədisdə bu mətləbin ardınca Ayşə Ummul Müminin buyurur ki, Peyğəmbər